Naxçıvan Muxtar Respublikasının 2025-ci il üçün mülki müdafiə tədbirləri planına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin və Culfa rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə xəbərdarlıq toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. Plana əsasən rayonda şərti zəlzələ baş verib. Bu səbəbdən rayon ərazisində şərti dağıntılar olub, hadisə nəticəsində ölən və xəsarət alanlar var. Bu məqsədlə hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri fövqəladə hal barədə xəbərdar edilib, xəbərdarlıq toplanış siqnalı ilə qaldırılıb, toplanma məntəqəsinə yürüş edilib. Əvvəlcə əraziyə hərəkət üçün uçqun nəticəsində dağılan yol bərpa olunub, ilkin baxış və kəşfiyyat aparılıb. Hüquq mühafizə orqanları tərəfindən ərazinin mühafizəsi təşkil olunub. Əraziyə kənar şəxslərin daxil olmasının qarşısı alınıb. Sonra fövqəladə hal zamanı yaranan yanğınlar söndürülüb və xəsarət alan insanlar təxliyə olunub. Şərti zəlzələ nəticəsində dağıntılar altında qalan vətəndaşlar xilas edilərək tibb heyətinə təhvil verilib. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib və səhiyyə uzaqlarına çatdırılması təmin edilib. Ərazidəki qəzalı elektrik, qaz və su xətlərində təmir bərpa işləri aparılıb, qəza bərpa dəstələrinin fəaliyyəti yoxlanılıb və epidemiya əleyhinə tədbirlər görülüb. Rayonun mülki müdafiə rəhbəri, rayon fövqəladə hallar üzrə komissiyası, mülki müdafiə qərargahı, ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatların cəlb olunduğu məşqin keçirilməsində məqsəd rayon ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiya vermə hazırlıq səviyyəsinin yoxlanılması olub. Məşqlərin yekunu olaraq onu deyə bilərik ki, Culfa rayonunda yaradılan hərbiləşdirilməmiş dəstələr Fövqəladə Hallar Nazirliyi ilə qarşılıqlı fəaliyyətdə qarşıda duran bütün tapşırıqların yerinə yetirilməsinə hazırdır. Xüsusilə qeyd etmək istəyirəm ki, təlim prosesində xüsusi müdaxilələr verildi. O müdaxilələr ki, əvvəldən hansı ki planlaşdırılmamışdı, o müdaxilələrin icrasına qüvvələr icra edə bildi. Mülki müdafiə məşqinə ümumilikdə 250-dən artıq şəxsi heyət və 54-dən artıq texnika cəlb olunub. Royal Kərimov, Oruz Məmmədyorov, NTV Xəbər.